fikirlərimi istəyirəm belə xoş, hamının xoşuna gələn, hamının ürəyincə olan bir ifadə etməyə bacarım, amma qeyri-mümkündür. Təbii ki, o da bizim Azərbaycan oğlumuzdur, balamızdır, o da bizim Azərbaycan qızımızdır. Amma təbii ki, mən oğlana heç nə demirəm. Oğlan gətirib, belə deyirlər də, başını daşa döyüb gətirib qızı evə. Az yaşlıdır, məktəblidir, 14 yaşı var. 14 yaşında qızı evə gətirmək və mən düşünürdüm ki, hamama yəqin giriblər, nə bilim, düşünürdüm duş qəbul etsinlər, ya düşündüm ki, oğlan bəlkə üzünü təraş etdirmək istəyib, qız da onun yanında olub. Belə şeylər belə düşünürdüm də, yəni ürəyimə o xoşa gəlməyən, nə bilim, o belə deyirlər, tərbiyəsiz, əxlaqsız səhnələri canlandırmaq istəmirdim gözümün qarşısında. Amma yorumlarda mən oxudum, dəhşətə gəldim ki, onlar məhz hamama niyə giriblər? 14 yaşında qız, 14 yaşında bir qız yeniyetmə məktəbdə oxumalıdır da, hörmətli məktəblər, hörmətli məktəbin rəhbərləri, sinif rəhbərləri, elə valideynlər. Bu qız niyə məktəbdən yayınıb? Deyəcək ki, valideyni istəməyib, o da çıxardıb, otuzdurub evdə. Və valideyn deyəcək ki, mən neynim, qızım məktəbə getmək istəmədi. Hörmətli məktəb rəhbərləri, direktorları, repetitorlardan pul qazanırsınız. Nə bilim, otaqları kiraya vermişsiniz, idman zalını kiraya vermişsiniz, nə bilim, nəyi, məktəb hara, salon hara, gəlib kişi bərbəri, qadın bərbəri gəlib, siz kiraya verdiyiniz otaqlarda oturur. Niyə? Maraqlanın da. Təhsil Nazirliyi. Bu məktəbləri biraz ciddi nəzarətdə saxlayın ki, bu qızlar, bu oğlanlar məktəbdən yayınmasın. 14 yaşında qızın hamamda nə iti azıb. Ora yazdılar ki, o hamamda niyə olub? Mən şok yaşadım. Mən şok yaşadım ki, 19 yaşında oğlandan danışmıram. 14 yaşında qız oğlanla nəsə etməyi hardan bilir? Kim öyrədib ona? Kim onu başa salıb? Ay valideynlər! Yenə də deyirəm, günah da yumaq olmaz. İnsanın günahlarına da girmək olmaz. Amma 14 yaşında bir qızın, ana da evdə yoxdur, başqa birisinin evinə gəliblər. Başqa bir dostunun evinə gəliblər. 14 yaşında bir qızı sən aparmısan hamama, təbii ki, qız könüllü gəlib. Onu zorla gətirməyib. Ora onu zorla məcbur gətirsəydi, səsi çıxardı, nəsə edərdi, etiraz edərdi falan. Valideynlər, qızlarınızı qoruyun. Bilirəm, qızlar da bəzən anaları, eşitmir ataları, amma azından cəhd edin, möhkəm olun. Bax, görürsünüz, nələr yaşandı.